Zəhmət Ruzi MMC, Paşa Holdingin tərkibində fəaliyyət göstərən SAP brendinin CEO-su Elnur Bədəlovu səhnəyə dəvət etmədən əvvəl, Elnur bəy, son vaxtlar SAP şirkətində, şirkətlərin fəaliyyəti ilə maraqlananlar əslində rahatçılıqla görə bilir. Çox ciddi transformasiya və texnoloji inkişafla bağlı bir şeylər, inkişaf xəbərlərdən filan görürəm, statutlardan filan və ciddi bir idarəetmə dəyişikliyi var. Bunlar da ümid edirik sizin təqdimatda bunlardan bəhs eləyəsiniz. Maraqlıdır. CEO konsepsiyası, CEO modeli Azərbaycanda uğurlu bir biznesin CEO modelindən biz dinləyəcəyik. Sektorun, HR-ın gündəlik formalaşmasında rolu. Buyurun. Elnur bəy. Çox sağ olun. Çox sağ olun. Hər birinizi salamlayıram. Hörmətli qonaqlar, hörmətli həmkarlar. Qısaca onsuz Ziya müəllim məni təqdim etdi. Mən ona görə düşünürəm ki, çox təqdimata orada ehtiyac yoxdur. Amma Ziya müəllimin bildirdiyi məsələ ilə bağlı SAP şirkətindəki transformasiya, ümumi aparılan transformasiya. Bununla bağlı mən birazdan qısa bir təqdimatımın sonunda bununla bağlı danışaram və biz burada real olaraq HR tərəfdə faktiki nə tədbirlər görmüşük. Bununla bağlı da bir ümumi fikir alış-veriş apararıq. Mənim təbii ki, hal-hazırda 30 yaşım var. 27 yaşından SAP şirkətinin direktoruyam. Təbii ki, mənim təcrübəm əvvəldən bank və maliyyə sektoru investisiyalardan gəlir və bundan əvvəl də bir transformasiya ilə məşğul olmuşam. 2023-cü ildəki bir yenə eyni konsepsiyalı bir biznes idarəçilik forumunda da ondan danışmışıq. Və bu təcrübəmdən irəli gələrək burada əyləşən auditoriyaya faktiki olaraq biraz daha bizim dəyərli spikerlərimizdən bir qədər fərqli bir çıxış eləyəcəm. Daha çox bir balaca texniki xarakteri məlumatlar da olacaq və eyni qaydada mənim özümün şəxsi təcrübəmdən də mən sizlərə istiqamətlər verəcəm. Qısacası belə başlayaq. Ümumiyyətlə, gəlin elə ən başdan elə buradan keçək. Mənə gələn sual, ümumiyyətlə bu təqdimat üçün və bizim razılaşdırdığımız məsələ sektorun CEO-nun HR gündəliyinin formalaşmasındakı rolundan ibarətdir. Təbii ki, fikir verdiysəniz, biz Alper bəyin çıxışında daha çox dinlədik 1992-ci ildən bu yana gələn milli transformasiyanı, insan kapitalı üzərindən olan transformasiyanı. Digər tərəfdən biz Seymur müəllimin dəyərli çıxışında dinlədik biznesin sıfırdan başlayıb böyüyənə qədər keçdiyi yoldakı fərqli tələblərini və ehtiyaclarını, iki fərqli meyar, həm insan kapitalı, eyni qaydada da şirkətin ölçüsündən, yəni maturity-sindən asılı olandan da bir toxunduq. İndi isə mənim deyəcəyim daha çox sektorun təsiridir. Yəni ki, biz burada əyləşən bir çox həmkarımız demək olar ki, yəqin ki, bu sahədə olan çalışan insanlardır. Amma mən düşünürəm ki, çox vacibdir bilmək ki, biz hansı sektordayıq və hər sektorun özünün dinamikası var. Bunlar çox vacibdir. Nəyə görə sektor önəmlidir? Ümumiyyətlə, HR strategiyası, HR gündəliyi, HR funksiyası, whatever we call, yəni bunu necə istəyirik deyək, burada faktiki olaraq HR-ın gördüyü işlər həm bir tərəfində müəyyən dərəcədə bilinən işlərdir, amma ümumiyyətlə HR strategiyası özü-özlüyündə universal bir anlayış deyil. Sırf hər bir sektorun özünün öz tələbləri var və hər bir sektorun öz DNA-yi var, DNK-sı var və bu DNA üzərindən müxtəlif fərqli tələblər formalaşır ki, əslində gərək uğurlu HR hər olduğu sektorun dinamikasını çox yaxşı başa düşsün və oradan irəli gələrək addımlar atsın. Misal üçün, və CEO-lar üçün ümumiyyətlə HR gündəliyində dəyər yaradan amillər anlayışları var. Misal üçün, buna da birazdan biz toxunacağıq, xüsusən də DNA üzərindən gələn. Çünki necə ki, HR-ın özünün deyiriksə ki, sektordan asılı olan müəyyən məsələlər var və bunları biz nəzərə almalıyıq. Eyni qaydada da hər bir korporativ sektorda olan CEO-nun özünün də özü-özlüyündə çalışdığı sektordan irəli gələn zərurətlər formalaşır və o zərurətlər fonunda həmin CEO-lar value creation və yaxud da dəyər qatma strategiyalarını müəyyən edirlər. Və HR da təbii ki, onun ən vacib qollarından biri olaraq onu dəstəkləməyə qadir olmalıdır.
Ümumən təbii ki, fərqli sektorların fərqli prioritetləri var. Yəqin ki, məsələn, Alper bəy distribusiyada da var, pərakəndəcilik tərəfində də var, Veysaoğlu qrupda və digər. Məsələn, onlar üçün dinamika çox önəmlidir və tələblərin qarşılanması çox önəmlidir. Misal üçün də bu sektoral olaraq misal üçün high level'dan keçək. Amma Seymur bəy isə necə deyirlər, IT sektorunun özünə spesifik olan məsələlərə toxundu. İşçi məmnuniyyəti, şirkətin cəlbedici olması, necə deyək ki, talent retention'ı biz yuxarı səviyyədə qoruya bilək, bu məsələlərə toxundu. Çünki yenə də dediyimiz kimi, hər bir sektorun özünün DNA-i var və o DNA çərçivəsində hər bir sektorda çalışan insanlarla işləmə prinsipləri, kommunikasiya strategiyası tamam fərqlidir. Məsələn, mən də bank sektorunda çalışmışam, investisiyalarda çalışmışam. Digər tərəfdən mən indi hal-hazırda bir 3 ildir də bu istehsalatdayım və pərakəndəci deməyək, daha çox distribusiya tərəfindəyim, logistika tərəfində və mənim gördüyüm misal üçün bank və maliyyə sektorunda isə tamam fərqlidir. Burada disiplin çox önəmlidir. Etik normalar çox yüksək səviyyədə olmalıdır. İdarəetmə prinsipləri yüksək səviyyədə olmalıdır və bu sektorda biz daha çox necə deyirlər, uphold elədiyimiz təbii ki, bir dəyərlər var, amma ki, tech industridəki kimi, misal üçün, şirkəti cəlb edici etmək üçün çox da çalışmırıq. Burada çalışdığımız daha çox etik, idarəetmə prinsiplərini yüksək səviyyədə saxlamaq və çalışmaqdır ki, ən yaxşı, necə deyək, ümumi şərait yaratmaqla ən yaxşı kadrları özümüzə cəlb edək. Amma digər tərəfdə istehsalatdayıq. İstehsalatın tamam dinamikası fərqlidir. Stock-outlar olmamalıdır, məhsul təminatı sıxıntısı olmamalıdır, məhsulun keyfiyyəti yuxarı olmalıdır, amma digər tərəfdə effektivlik olmalıdır. İşçi sayına nəzarət eləməlisən, ümumi effektivliyə nəzarət eləməlisən və s. yoxsa pul qazanmayacaqsan. Çünki pərakəndəçilik, indi Alper bəy də çox yaxşı bilir, istehsalat belə şeyləri sevir və bu sektorda çalışan insanlar yuxarıdan aşağı, xüsusən də uğurlu CEO-lar, sektorun bu dinamikasını başa düşməlidir və onun yanında olan insanlar da bunu başa düşməlidir. Elə başda da HR-ın özü. Çünki faktiki olaraq özünüz də artıq bir çox müəssisələrdə fəaliyyət göstərmişsiniz. Normal qaydada olanda hansısa bir firmada siz vəzifəyə gedirsinizsə də, ya o birinci orada bir assessment eləyirsiniz, komandanın keyfiyyətinə baxırsınız. Ondan sonra əgər ki, komandanın capabilityləri uyğundursa da təbii ki, onlarla davam edirsiniz, amma ki, zamanla siz müəyyən düzəlişlər edirsiniz. CEO-nun bir şirkətdə maksimum korporativ transformasiyada ya da ümumən heç transformasiya ehtiyacı yoxdur, expansionary strategidə öz yanına yığacağı əməkdaşlar daha çox birinci muavin deyək və yaxud da departament rəhbərlərinə qədər bəlkə öz əhatəsindən etibar etdiyi, işinə bələd olduğu insanlar ola bilər. Bunun arxasına gətirən HR olur. Və əgər HR arxa planda işə qəbul prosesini bir robotik bir proses kimi edirsə, heç nəyə baxmır, sadəcə CV-lər gəlir, yoxladı, getdi, oradan bir baxdı, sektorun dinamikasını nəzərə almadı. Digər tərəfdən birazdan danışacağım mədəniyyət, talent management, bu kimi məsələlər nəzərə almayandan sonra sözün əsl mənasında yuxarı bir dalğada olacaq, frekansda olacaq, aşağı isə tamam da başqa bir dalğada frekansda olacaq. Ona görə HR-ın rolu, xüsusən də HR-ın görəcəyi strategiya, işə yanaşmasında sektor həddindən artıq vacib rol oynayır. Təbii ki, mən bir balaca buradan da danışdım. Ümumən, burada bir 4 sektoru göstərmişəm mən sizə. İnvestisiyalar, FMCG dediyimiz bu Fast Moving Consumer Goods, bu pərakəndəcilik və istehsalat. Texnologiyalar, tech industry deyə bilərik, bu çox belə geniş bir anlayışdır və services deyə biləcəyimiz və eyni qaydada consulting da buna aid olan bir 4 fərqli istiqamət və ya da biznes modeli götürə bilərik. Hər birinin özünün prioritetləri var. Çox qısaca bir, necə deyirlər, bir baş icraçı direktor perspektivindən mən bunu deyə bilərəm ki, misal üçün, investisiya tərəfində ən vacib məsələlər compliance deyirlər. İndi Azərbaycanca tərcüməsi tam oturmur, amma compliance, yəni ki, konkret qaydalar olmalıdır və o qaydalar çərçivəsində fəaliyyət, nəzarət olunmalıdır və bu compliance, uyğunluq mütləq surətdə qorunmalıdır. Hesabatlıq, reportingdir, governance-dır, idarə etmə, bunlar olmasa, investisiyada, maliyyədə mümkün deyil pul qazanmaq, yəni ki, rəqəmlərin içində əgər ki, hansısa bir disiplin yoxdursa da burada ümumiyyətlə bir nəticə ola bilməz və HR da mütləq surətdə çalışmalıdır ki, bu prinsipləri, prioritetləri həm işə qəbul strategiyasında, həm yaradılacaq prosedur və proseslərdə, necə deyirlər, öz tərəfində saxlasın və buna uyğun, necə deyirlər, altyapını möhkəmləndirsin. FMCG-də dediyim kimi, işçi intizamı çox önəmlidir. Sizin əvəz ediciləriniz yoxdur. 2 nəfər işə gəlməsə, sizin istehsal xəttinizin harası dayana bilər və artıq burada bu çox ciddi nəzarət olunmalıdır, disiplin qorunmalıdır.
Məhsuldarlıq, məsələn, mənim Azərbaycanda xüsusən də öz təcrübəm çərçivəsində deyə bilərəm ki, HR-larla mən artıq 6-7 nəfər fərqli HR-la çalışmışam fərqli müəssisələrdə. Mənim hələ ki ala bilmədiyim, inşallah ki, onu da görmək istəyərəm, çalışdığım və kommunikasiyada olduğum HR-lardan bu məhsuldarlıq prinsiplərindən hələ ki istədiyimi ala bilməmişəm. Halbuki sektoral olaraq FMCG-də ən vacib şey HR mənim otağıma girəndə işə qəbul çıxış üçün girməməlidir. Yəni bir yanaşma ilə gəlməlidir ki, faktiki olaraq burada məhsuldarlığımız yuxarıdır, işçi analizləri deyirlər də, bu yüklülük analizləri və s. Mən hələ bundan danışan hamını görmüşəm, amma bunu eləyən heç nə hələ mən təcrübəmdə görməmişəm ki, bir masaya nəsə qoysunlar. Amma mən düşünürəm ki, HR-ları birini digərindən fərqləndirən və onu qabağa aparan karyerasının ən vacib şeylərdən biri, mən CEO kimi danışıram, gəlib mənə maraqlı mənim biznesimizə fayda verə biləcək, bizim biznesə fayda verə biləcək nüansları gətirməkdir ki, burada misal üçün bu problemlər var. Gəlin buna fokus qoyaq və burada misal üçün işçi sayımız optimal deyil və burada da qeyri-optimaldır misal üçün, hansısa bir formatda. Bunu demək lazımdır və burada ən vacib məsələ əməliyyat gücləndiricisi olmalıdır. Çünki xüsusən də FMCG-dir, pərakəndədir, bu sahələrdə misal üçün də bir sahibkar ola bilər və ya da biznes ola bilər, yəni korporativ bir idarəetmə olsun, fərq etmir. Gecə yatarsan, ya səhər durarsan, ya axşam bir məclisdə oturarsan, çox əla bir ideya gələr ağlıva. Səhər gələrsən işə, yığarsan komandanı ki, davay biz bir dənə bu layihəni icra edək. Misal üçün deyim, biz mağazacılığa girəcəyik və bu il 50 mağaza açmaq istəyirik. Yəni bu çox da normal bir praktikadır. Okey, bunu başlayaq, strategiyanı quraq, biznes plan yuxarı səviyyədəki bu ardıcıllıqla bunları etməliyik. Ondan sonra da oturaq gözləyək ki, işçi yığacaq. Təbii ki, maksimum 1 nəfər, 2 nəfər sən yığa bilərsən, əgər ki, network'ündə hətəndə varsa, gerisini HR eləməlidir. HR əgər o network'a sahib deyilsə və yaxud da o network'ü qurmaq üçün çapalamırsa, sənin o bir gecədə fikirləşdiyin proyekt, layihə aylarla yubana bilər. Çünki Azərbaycanda xüsusən biz sevirik A/B testing deyirlər. Mən də bunu bu sabda öyrənmişəm. A/B testing yəni yoxlayaq hansı tutar, hansı tutmaz məsələsidir də. Yəni ki, bu da balaca işi prosesi yubadan məsələlərdən biri olur. Texnologiya tərəfində Seymur mənim kifayət qədər danışdı. Burada innovation çox önəmlidir. Bugün sənin bildiyin sabah obsolete ola bilər. Yəni səhər o işə yaramaya da bilər. Ona görə maksimum dərəcədə Seymur müəllimgilin elədiyi praktika çərçivəsində maksimum lazımdır ki, mütləq surətdə daim yeniliklərə ac olasan və o yenilikləri absorb edəsən, öyrənəsən və bunu da təbii ki, ən vacib şirkətdə dinamikası L&D tərəfdə, xüsusən də tech şirkətlərində HR-ın rolu çox önəmlidir. Ki, learning development-ın altyapısı onlardan gəlir. Getsin, axtarsın, tapsın, innovativ şirkətlər, konsultant şirkətlər, təlim şirkətləri və yaxud da peşəkarlar ki, sənin şirkətivi rəqabətə davamlı eləsin. Yoxsa bunu da CEO eləyəcəksə də və yaxud da Chief Operating Officer eləyəcəksə, onda onların öz işləri bəs nə olacaq, strategiya necə olacaq və s. Bu məsələlər önəmlidir. Xidmət sektorunda isə, yəni biz faktiki olaraq xidmət sektorunda öz qabiliyyətlərimizi satırıq. Bu nə deməkdir? Biz müştəri yönümlü olmalıyıq, sözün əsl mənasında müştərinin tələblərini bilməliyik, servis industrinin öz xüsusiyyətlərini olduğumuz istiqamətdə peşəkar olmalıyıq, qabiliyyətlərimizi artırmalıyıq və s. Təbii ki, bu sahədə də olan HR-ın ən vacib rolu hansı tərəfdədirsə də orada olan bilik və bacarıqları daim yuxarıda saxlamaq və komandanın, necə deyərlər, motivasiyasını yüksək səviyyədə tutmağı bacarmaqdır. Sonra keçirəm digər slayda, HR-ın sektordan asılı olmayan gündəliyi. Yəni, çox sayda keçəcəm. Biz əvvəlki slaydlarda nə danışdıq? Ümumən, biraz danışdıq ki, sektorun faktiki olaraq rolu nədir və fərqli biznes modellərində biz bunu necə qiymətləndirməliyik. Digər tərəfdən isə, təbii ki, bu hamıya da aşkar bir məsələdir. Sektordan asılı olmayan faktiki gündəlik maddələri də var. Yəni, bunlar nədir? Əslində, bəzi mənim gördüyüm məsələn və arzu edirəm ki, bütün bizim HR-larımızda bu ən yüksək səviyyədə formalaşsın. Ən vacib məsələlərdən biri cari əməliyyatlarda dəqiqlik. Bundan söz yox, amma mənim dediyim ikinciyə aiddir. Bu, məlumat bazasının tamlığıdır. Yəni, hamı gördüyü işi demək olar ki, bəlli bir səviyyədə görür, amma misal üçün qanunlara, əmək qanunvericiliyi və s. Baza tələblər var da, baza gündəlik maddələri var. Onun biri odur ki, cari əməliyyatlarda dəqiq olmalısan. Bunu aşağı-yuxarı edə bilirik. Əmək qanunvericiliyini bilirik, müəyyən dərəcə əməyin təhlükəsizliyini bilirik, mülki məcəllədən müəyyən dərəcədə bilirik və iş gedir. Amma mənim gördüyüm və hamıya da məsəl üçün tövsiyə etdiyim ən vacib məsələlərdən biri yaxşı gördüyümüz işi arxivləşdirməkdir. Bunun
vacib qaydada məlumat bazasını formalaşdırmaqdır. Səhər bir gün biz bu məlumatı tapa bilək və düzgün bir formatda işləyək. Və bunun üçün ən vacib məsələlərdən biri ondadır ki, bu məlumat bazalarını formalaşdıra bilmək üçün insanlar gərək ki, bu aidiyyatı qaydada prosedurlarla işləmə prinsiplərini araşdırsın və öyrənsin. Məsələn, ISO standartlar və s. var. Onunla bunun üzərinə getsin ki, mən bunu necə qura bilərəm? Yəni bir HR kimi insanlar, HR mütəxəssisləri və yaxud da necə deyirlər, professionalları qabağa aparacaq karyerasında ən vacib şeylərdən biri bu ünsürdür. Halbuki amma bu başlanğıc tələbdir. Mən 1-2 dəqiqə vaxtımız var. Hə, elə bir yekunlaşdırarıq inşallah. Digər tərəf isə nəzarət və hesabatlıq praktikasıdır ki, təbii ki, sən gördüyün işi öz qaydasında hesabatlığını düzgün aparmalısan. Amma bundan paraleldə bu başlanğıc tələblərdir. Digər tərəfdən strateji tələblər var. Kadr siyasəti, təşkilati mədəniyyət, işçi rifahı, bunlar biraz daha strateji olan tələblərdir. Amma bu da sektorun asıl deyil. Yəni, hər bir sektorda, hansı sektorda olursan ol, sən bunları mütləq surətdə icrasını etməlisən. Sonra isə keçirəm CEO-nun HR-dan gözləntiləri məsələsinə. Yəni, mən şəxsən bir CEO olaraq HR-dan gözlədiyim ən vacib məsələlər var. Birinci növbədə HR mənim kimi fikirləşməlidir. Çünki mən industriya, sektora baxıram, oradan mən value creation, dəyər yaradacaq məsələləri toplayıramsa, mənim yanımda olan HR özü özlüyündə məni dəstəkləmək qabiliyyətində, iqtidarında olmalıdır. Yəni, mənlə eyni dalğada düşünməyə bacarmalıdır, biznes baxış olaraq. Yəni, HR o demək deyil ki, gəlsin standart, yəni müəyyən core function işləri görsün. Eyni qaydada potensial kadrları formalaşdırmaq. Bu çox vacib bir, mən şəxsən düşünürəm, bu da sektordan asılı olmayan, amma bir HR, bir CEO üçün ən vacib mən qoyduğum gözləntilərdəndir. Düzgün kadrları tapsın, çünki əminəm ki, işlədiyiniz istənilən firmada kifayət qədər, ən azından ümumi toplumun 2%, 3% dəyərində çox yaxşı potensiallı kadrlar var. Sadəcə onları yetişdirmək lazımdır. Və korporativ mədəniyyət qurmaq lazımdır. Sektorun ritmi təbii ki, hər bir sektorun özünə uyğun da gözləntilər var. Bu, hər bir sektorda dəyişir. Təbii ki, istehsalatda daha çox sən effektivliyə baxırsan, misal üçün, və yaxud texnologiyada sən innovasiyaya və yaxud da tutalım yeni layihələrin nə qədər sürətli çıxmağına baxırsan. Bu metrikslərin üstünə çox dayanmayacaq, vaxtımız azdır. Bir də sektor arası öyrənmə. Mən xüsusən də bizim HR-arımızda mən çox tövsiyə edirəm. Xüsusən hansısa bir rekrutment edəndə, işə qəbul edən zaman buna çox ciddi diqqət yetirsinlər ki, fərqli sektorlardan kadr gətirməyə meyilli olsunlar. Çünki fərqli sektorlardan cross-function başqa bir sektora keçid zamanı burada çox yaxşı bir, necə deyirlər, sinergiya yarana bilir. Məsəl üçün, şəxsən məsələn, mənim özüm bank sektoru, maliyyə sektorundan gəlmişəm. SAB ailə firmasından korporativ firmaya çevrilib, misal üçün. Və burada mədəniyyətin kökündə o bankçılıqda olan governance, reporting, bu, yəni idarə etmə prinsipləri, hesabatlıq prinsipləri, şəffaflıq, ethical codex və s. kimi məsələlər mən gətirmişəm. Amma digər tərəfdən də istehsalatdan texnologiya şirkətinə gedən adam özünlə paralelində productivity metrikslər aparacaq, məhsuldarlıq metrikslər aparacaq, daha effektiv, daha çevik iş görmə prinsiplərini, hardakı orada dashboardlarla işləyir və s. onu artıq yönləndirəcək digər tərəfə. Yəni buna görə mən düşünürəm ki, HR-lar xüsusən bu məsələdə diqqətli olmalıdır. Ümumən isə 4 dənə nəticə mən sadəcə deyə bilərəm ki, birinci növbədə HR gündəliyi həm sektordan, həm də strateji səviyyədən asılı olaraq formalaşır. Sektordan asılı, DNA-dən asılı olan məsələlərdir və digər tərəf isə strateji, o bayaq dedim, kadrların yetişdirilməsidir, mədəniyyətin qurulmasıdır, talantların yetişdirilməsi və s. bu məsələlərdir. HR göstəriciləri sektor ritmi ilə uzlaşmalıdır. Təbii ki, o metrikslər, yəni ki, gözləntilər, CEO konkret deməlidir ki, mənim səndən KPI-larım, sənə olan KPI-larım budur. Təbii ki, və bu da hər bir sektorun ən vacib, o DNA-dən gələn məsələləri özündə əhatə etməlidir. Liderlik bacarıqları bütün sektorlarda əsas amillərdəndir. Bu, bayaq mənim burada dediyim məsələdir ki, qısaca mən burada dedim sizə ki, biznes baxışı olmalıdır, potensiallı kadr yetişdirməlidir. Yəni, bu, hansı sektorda olursansa, ol mütləq surətdə CEO üçün ən vacib bir, necə deyərlər, amillərdəndir. Və təbii ki, sektorlar arası təcrübə, mən düşünürəm ki, çox vacibdir yerinə yetirə bilmək üçün. Bu, mənim qısa təqdimatım. Çox təşəkkür edirəm. Açığı, mən başdan sizə o görürdüm SAB şirkətindəki o transformasiya idarə etməklə bağlı yenilikləri, siz onu dediniz. Amma bir dənə çox maraqlı nüans.
diqqətimi çəkdi. Elnur müəllim deyir ki, başqa sektorlardan işçi gətirin. Adətən HR-lara bu qadağandır. Deyirlər ki, FMCG-dirsə mütləq CEO hətta HR-ın təcrübəsi FMCG-dən olmalıdır da. Məncə bu bank sektorunun korporativ idarə etməsindən sizə verilən böyük bir təcrübədir. Məncə bunu yoxlamaq lazımdır. Azərbaycan bazarı belə deyil. Bütün CEO-lar əslində qadağan eləyir başqası. Məsələn, bankdan siz, misal üçün, Araza CEO təyin eləyə bilərsiniz, mümkün deyil. Təbii, burada məsələ... Və yaxud Avroraya, mümkün deyil. Mən sizə eşidirəm, amma burada əsas məsələ bilirsiniz necədir? Ən yuxarı idarə etmə orqanı, icra orqanı səviyyəsindəki təyinatlardan getmir burada məsələ. Təbii ki, əlbəttə ki, yəni strateji məsələlərə məşğul olan insanların bu sayədə təcrübəsi olmalıdır. Burada daha çox yeni gələn junior kadrlar və yaxud da misal üçün hansısa bir mid-level management kadrlardan söhbət gedir ki, fərqli baxış bucaqları gətirsinlər. Hansı ki, dönən çarxıda korlamasınlar da. Maraqlıdır. Təşəkkür edirik. Sağ olun, çox sağ olun. Sağ olun. Buyurun. Hörmətli moderatorumuz Ziya bəy, həmçində spikerlərimiz Alpər bəy, Seymur bəy və Elnur bəy, hər birinizə təqdimatlara görə təşəkkürlərimizi bildiririk və panelimizi yekunlaşdıracağıq dostlar. Amma birazdan sual-cavab hissəmiz olacaq. Odur ki, mütləq özlüyünüzdə suallarınızı qeyd edin ki, hazır olasınız.